Uşaqlar, izahımız 8-ci sinif iş dəftərindən ümumiləşdirici tapşırıqların izahıdır. Birinci suala baxaq. Şəkildə təsvir olunmuş cisimə 4 Newton Arximed qüvvəsi təsir edir. Havanın itələmə qüvvəsini nəzərə alınmadan onun havadakı çəkisini tapın. Biz deyilmişik ki, cismin mayeədəki çəkisi, çəki P hərfi ilə işarə olunur. Cismin mayeədəki çəkisi havadakı çəkisindən Arximed qədər azdır. Cismin mayeədəki çəkisi havadakı çəkisindən Arximed qədər azdır. İndi gəlin görək nə deyir. Baxaq mayeədəki çəkisini. Mayeədəki çəkisini burada diqqətli fikir versək, görək ki 1/5. Yəni cismin mayeədəki çəkisi 1/5 Newtona bərabərdir. Bizdən havadakı çəkisini deyir. Havadakı çəkisini də burada P0 ilə işarə etmişik. Burada P0'ı tapsaq, olur mayeədəki çəkisinin üzərinə Arximedi gəlməliyik. Mayeədəki çəkisi dedik. Neçədir? Tapdıq ki 1/5 Newton. Arximed isə verib 4 Newton. Arximed də bilir ki, maye və qazlarda itələmə qüvvəsidir. Bax bu. 4 Newton, bu dedir 5/5 Newton. Deməli, cismin havadakı çəkisi 5/5 Newtondur. Keçdik ikinci suala. Cisimə bir düz xətt üzrə eyni zamanda iki qüvvə təsirdir. Həmin qüvvələrin qiymətləri 25 Newton və 45 Newton olarsa, onların istiqamətindən asılı olaraq əvəzləyici qüvvənin ən böyük və ən kiçik qiymətini tapın. Əvəzləyici qüvvə əgər bir düz xətt üzərində ən böyük, yəni maksimum qiyməti deyirsə, deməli bu qüvvələr, baxın, eyni istiqamətə təsir göstərir. Bu zaman əvəzləyici qüvvə maksimum, ən böyük qiymət alır. Bir düz xətt üzərində. Yox, əgər bir düz xətt üzərində əks istiqaməti olarsa, bu zaman minimum olar, ən kiçik qiymət. Bizə nə deyir? Bizə deyir ki, biri 25, biri 45'dir. Böyüyü və kiçiyi tapın. Gəlin birinci maksimum qiymətini tapaq. Maksimum qiyməti dedik, əvəzləyici qüvvə eyni istiqamət olmalıdır. Bu zaman qüvvələr toplanır. 25 üstə gələnsin 45 bərabərdir 70 Newton. Deməli, maksimum 70 Newton ola bilər. Ən minimum qiymət isə əvəzləyici qüvvə bir-birini əks olarsa. Bu da böyük qüvvədən kiçik qüvvəni çıxmaqla. Bu dedər 20 Newton. Deməli, ən kiçiyimiz 20 Newton, ən böyüyümüz isə 70 Newton olar. Nə deyir? Durğun suda üzən qayıq şimal istiqamətində bərabər yavaşlayan hərəkət edir. Baxın, durğun sudadır qayıq və bu şimal istiqamətində bir hərəkət edir. Hərəkət edirsə, deməli bunun sürəti yuxarı. Yavaşlayan deyilsə, biz bilirik ki, təcil və sürət əks olanda yavaşlayan olur. Onda təcilimiz də aşağı istiqamətə yönəlir. Həmin qayığın hərəkəti Newtonun birinci qanuna tabi olub olmadığını izah et. Newtonun birinci qanununda nə demişdik? Newtonun birinci qanununda dedik ki, əvəzləyici qüvvə sıfıra bərabər olmalıdır. Yəni cisim bərabər sürətlə hərəkət etməlidir. Amma burada nə deyir bizə? Bərabər yavaşlayan hərəkət edir. Bərabər yavaşlayan hərəkətdə əvəzləyici qüvvə sıfır deyil axı, onda bu zaman Newtonun birinci qanuna tabi deyil. Newton birinci qanuna tabi olması üçün deməli idi ki, bərabər sürətlə hərəkət edir. Artıq burada bərabər yavaşlayan deyir. Sonra ikincini oxuyaq. Ona təsir edən əvəzləyici qüvvə, ona təsir edən qüvvələrin əvəzləyicisinə dair mülahizə irəli sür. Əvəzləyici qüvvə sıfıra bərabər deyil. Deməli, baxın, təcilimiz var. Təcil hansı istiqamətə yönəlirsə, əvəzləyici qüvvə də bu istiqamətə yönələr. Yəni, burada bir əvəzləyici qüvvə var və sürətin əksinə yönəlmişdir. Və Newtonun birinci qanuna tabi deyil. Dördüncü suala baxaq. Kütləsi 8 kiloqram, başlanğıc sürəti 15 metr/saniyə olan, bərabər yavaşlayan hərəkət edən drona 12 Newton əvəzləyici qüvvə təsir edir. Verilənlərə əsasən aşağıdakıları cavablandırın. Dronun yola görə sürətinin zamandan asılı qrafikini qur. A-nı quraq. Nə deyir? Yola görə sürətinin. Baxın. Yola görə sürətinin zamandan asılı qrafiki. Başlanğıc sürəti neçə deyir? 15. Deməli, burada bir 15 metr/saniyə. Uşaqlar, hər dəfə qrafiklərin burasına metr/saniyə və burada saniyə yazmaq mütləqdir. Və bu bərabər yavaşlayan hərəkətidir. Yavaşlayan hərəkətin qrafiki bu.
Qrafikimiz bu şəkildədir. İndi nə deyir? Zamandan asılı qrafiki qurdum. Dron neçə saniyə sonra dayanar? Baxın uşaqlar, elə gəlin B-ni də bu qrafik üzərində həll edək. T müddətində dayanar. Dayanar nə deməkdir? Sürəti 0 olar. Buradan mən nə tapa bilərəm? Buradan tapa bilərəm ki, biz bilirik ki, Newtonun ikinci qanunundan istifadə edib F bərabərdir M-a yaza bilərəm. Buradan deməli qüvvəm var, kütləm var. Təcilüm nəyə bərabərdir? Qüvvə bölünsün kütləyə. Qüvvəmi neçə verib? 12 Newton. Kütləmi neçə verib? 8 kiloqram. Bu da 4-ə ixtisar eləsək 2-də 3 o da eləyər. 1,5 metr bölünsün saniyənin kvadratı. Tapdıq təcilimizi 1,5. Aha, indi buradan, baxın buradan təcili VT qrafikindən təcili də tapa bilərik. Təcil nəyə deyilirdi? Təcil sürət dəyişməsinin zamana nisbəti. Baxın, sürətimiz necə dəyişib? 15 idi, olub 0. Yəni 15, sürət dəyişməsi 15. Zamanı bilmirəm və təcilimi artıq bilirəm ki, 1,5. Buradan zamanı tapsaq, 15 bölünsün 1,5, o da bərabərdir 10 saniyə. Deməli, bax, burada 0 anında neçə saniyə dayanar? T-ni yerinə neçə qoymalıyıq biz? 10 saniyəyə dayanar. Sonra nə deyir? Dron dayanana qədər qət etdiyi məsafə. Biz axı bilirik, VT qrafikində getdiyi yol nədir? Fiqurun sahəsi. Bax, bu fiqurun sahəsini taparıq. Bu fiqurun sahəsini buradan yazırıq. S bərabərdir. Bu düz bucaqlı üç bucaqdır. Silim təzdən lap aydın şəkildə yazaq. Kopyanı. Belə çox siləcəm. Dayanım. Başqa bir rənglə göstərim. Bu bir düz bucaqlı. Ay, get. Elə bildim qələm. Baxın, nə yazdıq? Belə bir qrafik çəkdik. VT qrafiki. Düz bucaqlı üç bucağı göstərim. Bax, bu düz bucaqlı üç bucaq. Bir katet bu, bir katet bu. Burada idi 15, burada 10. Sahəni tapanda nə edirdik? 2-də 1 AH, yəni 15 vurulsun 10, bölünsün 2. Bu dedər 75 metr. Deməli, bu dron dayanana qədər 75 metr yol getmiş olar. Neynədik? Newtonun ikinci qanunundan istifadə elədik, təcili tapdıq. Sonra bu qrafikdən istifadə elədik, təcili düsturundan zamanı tapdıq. Sonra zamanı da yerinə qoyandan sonra VT qrafikində gedilən yolu tapdıq. Gəldik 5-ci suala. 5-ci sualda nə deyir bizə? Euler-Venn diaqramından istifadə edərək bəndləri seçin. Vektorial kəmiyyətdir. Uşaqlar, çəki də, ağırlıqda hər ikisi vektorial kəmiyyətdir. BCD vahidi Newtondur. Hər ikisinin vahidi Newtondur. Dayağı və askıya göstərilən təsir bu çəkidir. Cismə təsir edir, bu da ağırlıq qüvvəsi. Deməli, 1, 2, 3 şəklində verilir. 1-ə getdi D, 2-yə getdi C, 3-ə getdi A, B. Gəlirik 6-cı suala. Nə deyir 6-cı sual? Toqquşaraq qarşılıqlı təsirdə olan iki cisimdən birinin kütləsi 12 kiloqram, təcili A1-dir. Bax, kütləsi deyirsə 12, A1 deyir, gəlin bu kütləsi olana da M1 deyək. Digərinin kütləsi isə 8 kiloqramdır. Buna da deyək M2. Təcili isə A2-dir. Kiçik kütləli cismin təcilinin böyük kütləli cismin təcilinə nisbəti. Gəlin əvvəlcə təcilləri tapaq. Nəyi soruşur? Kiçik kütləli cismin təcili. Kiçik kütləli neçə idi? A2-nin, yəni A2-nin A1-əni soruşur. Görüm, düzmü yazdım? Kiçik kütləli cismin təcilin böyük kütləli cismin təcillə. Böyüyə də dedim A1 düz. Biz də bilirik ki, Newtonun ikinci qanununda nə demişdi? Cismin təcili qüvvə ilə düz, kütlə ilə tərs asılıdır. Mən bura birinciyə 2 yazmışamsa, onda kütləyə yazmalıyım. M1 bölünsün M2. O da bərabərdir. M1-imizi neçə dedik? 12 kiloqram. M2-yə neçə dedik? 8 kiloqram. 12 də 8-ə böləndə edir 2, 3, 1,5. Vahidi isə yoxdur, çünki bir-birinə nisbətdə ixtisar gedir. 7-ci suala baxırıq. Avtomobilə 240 Newton sürtünmə qüvvəsi,
20 Newton havanın müqavimət qüvvəsi, 10.000 Newton yerin reaksiya qüvvəsi və 10.000 Newton ağırlıq qüvvəsi və 260 dartı qüvvəsi təsir edir. İndi birinciyə baxaq. A-da deyir ki, avtomobilə təsir edən qüvvə diaqramlarını çək. Yəni mən bir avtomobil çəkmirəm, adi bir cisim çəkək. Bu cisim də yer səthindədir belə. Nə deyir bizə? Avtomobilə sürtünmə qüvvəsi. Gəlin deyək, bu cisim bu istiqamətə hərəkət edir, v sürəti ilə hərəkət edir. Bu zaman sürtünmə qüvvəsi bunun əksinə olar. F sürtünmə qüvvəsi. F sürtünmə qüvvəsi. Bunu da verib bizə 240. Sonra nə deyir? Havanın müqavimət qüvvəsi. Bu cisim, bu maşın sağa yönəlirsə, havanın müqaviməti onda sol olar. F müqavimət, bu da verir 20 Newton. Sonra nə deyir? 10.000 Newton yerin reaksiya qüvvəsi. Askı və dayağa təsir göstərir. Yerin reaksiya qüvvəsi. Bu R hərfi ilə işarə olunur və 10.000 Newtona bərabərdir. Sonra ağırlıq qüvvəsi cismin mərkəzindən yerin mərkəzinə doğru yönəlir. mg ağırlıq qüvvəsi. Bunu da verib bizə 10.000 Newton. Və nə deyir? Dartı qüvvəsi. Bax, buradan da bir motorun dartı qüvvəsi 260 Newton. Biz diaqramını çəkdik. Qüvvə diaqramı bunu deyir. A variantını düzəltdik. Sonra nə deyir? Avtomobilin təcilini tapın. Təcil nəyə deyilir? Cismin əvəzləyici qüvvənin sistemin kütləsinə. Gəlin birinci əvəzləyici qüvvəni tapaq. Fikir versək, görərik ki, dayağın reaksiya qüvvəsi ilə, ağırlıq qüvvəsi bir-birinə bərabərdir. Ümumiyyətcə bu maşın, yəni yuxarı aşağı hərəkət edə bilməz. Yalnızca sağa və sola hərəkət edə bilər. Deməli, əvəzləyici qüvvə, baxağın, sağa olan qüvvələrlə sola olan qüvvələri, eyni olan qüvvələri toplayaq. 240 və 20. Deməli, bir tərəf elədi 260, bu tərəf elədi 260. Baxıram ki, digər tərəfdə 260-dır. Qüvvələr bir-birinə bərabərdirsə, onda əvəzləyici qüvvə 260 çıxılsın 260 olur. Kütləmiz isə bunu 10-a bölürük 1000. Baxıram, sürətim 0 elədisə, deməli, təcillim nəyə bərabərdir? 0-a bərabərdir. Aha, təcillim 0-dırsa, bu maşın necə hərəkət edər? Baxın, təcilimi hesablayın. Təcilimi hesabladım 0. Sonra, deməli, təcillim 0-dırsa, bu zaman bərabər sürətlə hərəkət edir deməli bu maşın. Newtonun birinci qanunu ödənir. C-yə baxaq, sürətini 10 və ya 15 metr bölünsün saniyə demək olarmı? Xeyr, demək olmaz. Deməliyik ki, sürət ya 10 ilə gedir, ya 15 ilə gedir. Biz 10 və ya 15 deyə bilmərik. Çünki hər bir halda sürətlər bir-birinə bərabərdir. Çünki tapdıq ki, əvəzləyici qüvvə 0-a bərabərdir. Newtonun birinci qanunu ödənir. 8-ci misala baxaq. 8-ci misalda nə deyir bizə? Deməli, x-i tapın deyir. Elastiklik qüvvəsinin ədədin qiymətinin yayın uzanmasından asılı qrafiki verilib. Elastiklik qüvvəsinin üstünü xatırlayaq. F bərabərdir kx mənfi kx-dir. Buradan da k-nı biz bilirik ki, baxın, 4 santimetrdə də və bu x-də də eyni olan k-dır sərtlik. Sərtliyi tapanda f bölünsün x. Onda biz 4 santimetrdə sərtliyi tapaq, digərində əvəz edək. K-nı tapın. K bərabərdir f bölünsün x-ə. 8-i 4-ə böləndə eləyir 2. Deməli, bu nöqtə üçün də sərtliyimiz 2-yə bərabərdir. Yazıram, 2 bərabərdir. F bölünsün, baxın, 12 bölünsün, x-i bilmirəm. Deməli, buradan da x-i alıram ki, 6 santimetrə bərabərdir. X birimiz 6 santimetr. 9-cu suala baxaq. 9-cu suala baxaq. Cismin kütləsini 5 dəfə artırdıqda, yəni sonraki kütləsinin əvvəlki kütləsindən 5 dəfə çoxdur. Baxın, yazıram, M2 bərabərdir 5M1-ə. Baxın, nə deyir? Deyir, sonraki kütləsi
Cismin sonrakı kütləsi əvvəlki kütləsindən 5 dəfə çox. Artırdıqda çəkisi 20 Newton artır. Demir ha 20 dəfə artır. 20 Newton artır. Yəni P2 bərabərdir. P1 üzərinə gəlinsin 20. Bax 20 dəfə artır desəydi bunu da 20 P1 yazardıq. Yazdıq. Sonra başlanğıc, onun başlanğıc çəkisini və kütləsini tapın. Tapaq. Biz nə bilirik? Biz bilirik ki P bərabərdir. Çəkinin düsturu mj. P-nin m bir-birinə düz asılıdır. Onu da yazıram. P1 bölünsün P2 bərabərdir. Düz asılı olduğuna görə m1 bölünsün m2. Hər birini yerinə qoyaq yazaq. P1'imiz olduğu kimi qalsın. P2'nin yerinə aparıb P1 üstə gələk 20 yazıram. P1 üzərinə gəlsin 20 bərabərdir. M1'imi olduğu kimi saxlayıram. M2'nin yerinə 5M1 yazıram. 5M1. M1'lərim ixtisar gedir. Çarpaz vursaq olur 5 P1 bərabərdir. P1 üzərinə gəlsin 20. 4 P1 bərabərdir 20'yə. P1 də bərabərdir 5 Newtona. Deməli bunun başlanğıc çəkisi neçədir? 5 Newton. Bəs kütləsi neçədir? İstədiyimiz birində aparıb yerinə qoya bilərik. Baxalım bir dəqiqə. Çəkisini soruşurdu bizə. Çəkini baxın. Kütləni soruşur. Gəlin kütləni də yazaq. M də bərabərdir. Başlanğıc kütləsini bir dənə baxın. Kütləsini tapın. P1 də bərabərdir. P1 bölünsün J'yə. O da bərabərdir. 5 bölünsün 10'a. O dedi 0,5 kilogram. Deməli, başlanğıc çəkisi 0,5 kilograma bərabərdir. 10-cu suala baxaq. Cisimə bir düz xət üzərində biri digərindən 16 Newton az olan iki qüvvə təsir edir. Əvəzləyici qüvvə 46 Newton olursa hər birinin qiymətini tapın. Bizə burada deyir ki, uşaqlar burada iki cür ola bilər. Ya əvəzləyici qüvvə biri digərindən 16 çoxdursa, yəni ya eyni istiqamətində bu qüvvələr yönəlib, ya da dediyim kimi bayaq əks istiqamətə yönəlib. Amma bu haqda bizə məlumat vermədiyinə görə ikisini də tapa bilərik. Gəlin biz elə ikincidən bir dənə baxaq. Biri digərindən 16 Newton az. Onda yazıram birinə F desəm uşaqlar. Digəri 16 dəfə ondan çox olmalıdır. F üzərinə gəlsin 16. İndi yazaq. İkisinin gəlin eyni istiqamətə götürək əvəzləyici qüvvə. Eyni istiqaməti olanda əvəzləyici qüvvələr toplanır. Yazıram. F1 üzərinə gəl F2. Yəni F üzərinə gəlinsin. F üzərinə gəlinsin 16. Bax bu birinci, bu da ikinci. Bərabərdir 46'ya. Olur 2F bərabərdir 30'a. F də bərabərdir 15'ə. Bizə nə deyir? Hər birini tapın. Biri 15'dirsə, bax mən bu F'i tapdım. Onda ikinci F2 olan nədir? F üzərinə gəl 15. Yəni 15 üzərinə gəlsin 16. Bu da 31 Newton. Biri 15 Newtondur, biri 31 Newtondur. Həqiqətən də bunların əvəzləyicisi 46 Newtonu vermiş olur. 11-ci suala baxırıq. Qayığın sürətinin zamandan asılı qrafiki verilmişdir. Qayığın kütləsi 120 kiloqramdır. Qayığa təsir edən əvəzləyici qüvvəni tapın. Əvəzləyici qüvvəni tapmaq üçün F bərabərdir MA. Mənim kütləm var, amma mənim təcillim yoxdur. Qrafikdən baxıram ki, bu cisim təcillə hərəkət edir və mən təcili tapa bilərəm. Təcil nəyə deyildi? Sürət dəyişməsinin zamana nisbəti. Sürət dəyişməsi. Baxıram uşaqlar 3 saniyə müddətində. Zamanıma yerinə yazıram 3. Fərqi yoxdur. 3 saniyədə də, 5 saniyədə eyni cavab alarıq. Çünki bərabər təcillə hərəkətdir. Və 0-dan 1,8'ə dəyişibsə, deməli 1,8 metr bölünsün saniyə sürət dəyişməsi baş verib. Böləndə edir 0,6. Təcilimizi aldıq 0,6. Qüvvəni tapa bilərəm. Kütləmiz 120 idi. Təcilimizi neçə tapdıq? 10,6. O da bərabərdir. Sıfırlar gedər. 72 Newton. Sonra nə deyir? B.
Qayığın hərəkətinin Newtonun birinci qanuna tabe olub olmadığını demək olarmı? Uşaqlar, Newtonun birinci qanununda B variantını deyirəm. Newtonun birinci qanunda nə dedik? Dedik ki, əvəzləyici qüvvə nə olmalıdır? 0. Təcil nə olmalıdır? 0. Sürət necə olmalıdır? Bərabər sürətli. İndi baxın gör bu bərabər sürətli hərəkətin qrafikidir, yoxsa yeyinləşənin? Əlbəttə ki, yeyinləşənin qrafikidir. Deməli, Newtonun birinci qanuna tabe deyil. Çünki təcilli hərəkətdir, bərabər sürətli deyil, tabe deyil. Baxaq 12-ci suala. Çəkinin kütlədən asılı qrafiki verilmişdir. Bu qrafik hansı riyazi funksiyanın grafikinə oxşar? Bu düz asılılığa oxşayır, yəni y bərabərdir kx-ə oxşayır funksiyasına. Buradan da k-mız nə idi? Y bölünsün x. Yuxarının aşağı nisbət həmişə demişdik də tangens alfadır. İndi bunu buna uyğunlaşdıraq. Deməli, çəkinin düsturuna baxaq. P bərabərdir mj. Buradan j nəyə bərabərdir? P bölünsün m. Baxın, yuxarının aşağıya nisbəti. Bu da verir bizə tangens alfanı. Yəni, bax, bu bucağın tangesi j-yə bərabərdir. Bu bucağın tangesi k-ya bərabərdir. Düz asıllığın qrafikidir, düz asıllıq. 13-cü suala baxırıq. Şaquli metal lövhə üzərində 0,1 kiloqram kütləsi olan sabit maqnit lövhə boyunca aşağıya doğru bir təcillə hərəkət etdirir. Deməli, bu cisim aşağıya doğru gəlir və təcillə hərəkət edir. Qüvvə diaqramını çək. Bu cisim aşağıya doğru hərəkət edir və bir təcili ilə. Bunun aşağıya bir mj'si var və aşağıya hərəkət etdiyinə görə bunun bir yuxarı sürtünmə qüvvəsi var və dayağın bir reaksiya qüvvəsi var. İndi bu dayağın, bu cisim aşağı və yuxarı hərəkət etdiyinə, onda sürtünmə qüvvəsi bizə buradan mü mj'yə bərabər olur. Bizdə nəyi soruşur? Qüvvə diaqramını çəkdik, sürtünmə əmsalını soruşur. Təcili verib. Uşaqlar, təcil nə idi? Təcil əvəzləyici qüvvənin sistemin kütləsinə olan nisbəti. Əvəzləyici qüvvə bu cisim aşağıya hərəkət edirsə, deməli aşağıdakı qüvvə böyükdür. Biz də əvəzləyici qüvvədə nə edirdik? Böyükdən kiçiyi çıxırdıq. Yazaq mj çıxılsın f sürtünmə bölüsün kütləmiz. Bizə təcili neçə verib? 1. Bərabərdir 1-ə. İndi bunu həll edək. M-imiz neçədir? 0,1 kiloqram. Bax, bunu bu j-yə vuraq. Edir 1. Yəni, bura oldu 1. Yazıram. 1 çıxılsın. F sürtünmənin yerinə mü mj bərabərdir. Kütləmiz neçə idi? 0,1. 1-ə də vuranda eləyir 0,1. Onda mü mj bərabərdir. 1-dən 0,1 çıxanda 0,9. Mü bərabərdir uşaqlar. Mj məxrəcə düşür 0,9. Baxağın indi 0,9. M-imiz 0,1, J-miz isə 10. Yəni, məxrəcimiz elədi 1, bu da eləyir 0,9. Və sürtünmə əmsalı vahidsiz bir kəmiyyətdir. Nə deyildi? Sürtünmə əmsalını hesabla. Sürtünmə əmsalı 0,9-a bərabərdir. Niyə mən mj-dən f sürtünməni çıxdım? Çünki bizə deyir ki, aşağıya doğru hərəkət edir. Əvəzləyici qüvvəni tapanda böyükdən kiçiyi çıxılmalıdır. Əvəzləyici qüvvə mj böyükdür ki, bu cisim aşağıya doğru hərəkət edir. İki müxtəlif yayın elastik qüvvəsinin yayların uzanmasından asılı qrafiki verilib. Yayın sərtlikləri əmsalı hansı kiçikdir? Baxaq. Sərtlik nə idi? K. K-nı tapanda nə edirdik? Yuxarının aşağıya nisbətini görürəm. Delta x. Və bu f bölünsün fx, yəni yuxarının aşağıya nisbəti mənə verir tangens alfanı. Tangens alfada əgər bucağım böyükdürsə, qiymətim də böyükdür. Məndən kiçiyi istəyirsə, onda mən bucağımın kiçiyini axtarıramsa, onda k-mızın da kiçiyini tapmış olarıq. Baxaq, bucağımızın kiçiyi hansıdır? Birinci, bax, ikincinin bucağı böyük, birincinin bucağı kiçik. Deməli, K1 kiçikdir K2-dən. Hansı sərtlik kiçikdir? K1. 15-ci suala baxaq. Şəkildə
Sinif otağının qapısını örtməyə çalışan şagird və ona mane olan sinif yoldaşı göstərilib. Qapı hərəkət etmir. Etmir deyir uşaqlar. Etmirsə, deməli qüvvə momentləri bir-birinə bərabərdir ki, bu qapı tarazlıqda qalır. M1 bərabərdir M2. Şərtdə bunu verdi. Anı oxuyaq. Hansı şagird qapıya daha böyük qüvvə təsir edir? Baxaq bir dənə uşaqlar. Bax bu tutacaqdan tutub, digər isə buradan. Dayağımızı isə baxıram ki, dayağım isə bu. Dayaq qapı tərpənməz dayaq ətrafında bu. Bir dənə diqqət eləyək ki, hansının qolu daha kiçikdir? Baxın, F qüvvəsinin qolu kiçik, bu oğlanın qolu isə daha böyük. Qol deyəndə insanın qolundan söhbət eləmirəm, eldən söhbət edirəm. Biz nə dedik? Qüvvə momentləri bir-birinə bərabər olmalıdır. Bərabər olmalıdırsa, F bərabər FL yazsam uşaqlar buna, FL, F2, L2. Diqqəti baxın. Uşaqları deyək, qüvvələri bərabərdir. Bərabər olmaz. Bir dəqiqə. Hansının, sualımız necə idi? Hansı uşaq daha böyük qüvvə təsir edər? Uşaqlar, daha böyük qüvvə təsir etməsi üçün bunun qüvvə qolu az olmalıdır ki, bax, qüvvə qolu çox olanın qüvvə momenti, qüvvəsi az olmalıdır. Bu, riyaziyyatdan bəllidir də. Böyük olanı kiçiyə, kiçik olanı böyüyə vurmalıyıq ki, bu bərabərlik ödənsin. Yəni, böyük olanın, bu oğlanın qüvvəsi daha azdır. Amma bu qüvvəsi kiçik olan F qüvvəsi daha böyükdür, daha güc sərf eləyir ki, bu qapını örtməyə çalışır. Və yaxud da bərabər saxlar. Bu oğlan, qapı tutacaqdan tutan oğlan daha az qüvvə tətbiq edir. Bizə daha çox o deyir, daha çox ortadan itələyən oğlan daha çox qüvvə ilə tətbiq edir ki, momentləri bərabərləşdirsin. Çünki tarazlıqdadır. B-ni oxuyuram. Qapının dəstəyi ilə qapının bərkildiyi divar arasındakı məsafə nə üçün böyük olmalıdır? Böyük olmalıdır. Moment nə qədər böyük olarsa, o qədər də o qapını hərlətmək, fırlatmaq asan olar. Qüvvə qolu nə qədər çox olarsa, qapının açmaq, az bir qüvvə tətbiq etməklə o qapını açmaq asan olar. Yəni, qüvvə momenti böyük olsa onu fırlada bilər. Qüvvə momenti nə qədər böyük olarsa, fırlatma o qədər rahat olar. Qüvvə momentinin böyük olması üçün qüvvə eyni, uşaq eyni. Qüvvə qolu böyük olsun ki, nə qədər bacardığımız qədər qüvvə qolunu, dəstəyi uzaqdan qoyaq ki, momentimiz də böyük olsun. 16-cı suala baxaq. Lingi saat əqrəbi istiqamətində və saat əqrəbinin əksi istiqamətdə fırlanmağa çalışan qüvvələri hesabla. Baxaq, birinci saat əqrəbi istiqaməti, yəni bax bu istiqaməti. 1 kiloqramdırsa bunun ağırlığı mg-dən, J-miz 10 olduğuna görə bu edir 10 Newton. Digər isə mg-dən, J-ni 10'a vuranda bu da edir 100 Newton. İndi saat əqrəbi ilə 10 Newton, saat əqrəbinin əksinə 100 Newton. Sonra nə deyir? Qırmızı rəngli yükün dayaq nöqtəsindən uzaqlığı mavi rəngli yükün uzaqlığından neçə dəfə azdır? Gəlin buna L1, digərinə də L2 deyək. Bir-birinə nisbətini soruşur. Neçə dəfə az? F1, L1 bərabərdir F2, L2 şərtinə əsasən. Onda biz yaza bilərikmi? L1 bölünsün L2 bərabərdir F2 bölünsün F1. Hardan tapdım uşaqlar bunu? Bir dənə çarpaz vurun. Baxın, bu ifadən alırıq. Bərabərdir. F2 qolumuz nə dedik? F2 qolumuz 10 Newton. L1 qolumuz da 100 Newton. O da bərabərdir 10'da 1. Neçə dəfə azdır? 10 dəfə azdır. Yəni, bu bir 10 L-dirsə, bu isə L-ə bərabərdir. 10 dəfə azdır. Həqiqətən də bayaq dediyimiz kimi diqqətli fikir verək bir dənə buna. Baxın, qüvvəsi az olanın qolu çoxdur. Qüvvəsi çox olanın uzunluğu azdır, qolu azdır. Niyə? Momentləri bərabər olsun deyə. Baxaq. Şəkilə əsasən F qüvvəsini və dayağın reaksiya qüvvəsini hesablayın. Baxaq bir dənə.
nə dedim? F qüvvəsini hesablayın və dayağın reaksiya qüvvəsini hesablayın. Baxağın əvvəlcə, öncə bu cisim tarazlıqdadır. Heç bir əyilmə yoxdur. Onda gəlin biz bax bu F qüvvəsini tapaq. İlk öncə tapmalıyam ki, bu qüvvələr bu linqi saat əqrəb istiqamətində fırladan qüvvələr hansıdır? Saat əqrəbin əksinə olan. Fikir versək, dayaq burada. Bax bu qüvvə ilə 20 Newton qüvvə ilə 10 Newton qüvvə bunu saat əqrəb istiqamətində fırladır. Bu F olan qüvvə isə saat əqrəbinin əksinə fırladır. Nə demişdik? Demişdik ki, tarazlıqda o şərtdə tarazlıqda olar ki, saat əqrəbinin istiqamətində hərəkət edən qüvvə momentləri saat əqrəbinin əksinə olan qüvvə momentlərinə bərabər olmalıdır. Və yaxud da cəbri cəmi 0 olmalıdır. İndi yazıram. Saat əqrəbi istiqamətində ilk öncə yazaq. Yəni 20 Newton. Bax F M bərabərdir F-li yazıram. 20 Newton vurulsun qolu, dayağa qədər olan qolu. Dayaq buradadır. 0,5 vurulsun. 0,5 üzərinə gəlsin. Niyə? Çünki ikisi saat əqrəbi istiqamətindədir. İndi yazıram. 10 Newton vurulsun. Dayağa qədər olan qolu 1 və burada 0,5 eləyir 1,5. Bu bərabər olmalıdır saat əqrəbinin əksi momenti ilə. Əksi momenti də F vurulsun. Dayağa qədər olan məsafə 0,5. İndi bu misalı həll edək. Baxaq. Bu 0-dan bunu gedər. Bu eləyir 10. Üzərinə gəlsin. Bunun da buna vuranda bu dedir 10 bərabərdir 0,5 F. O dedir 20 bərabər 0,5 F. F də bərabərdir 0,5. Bu dedir 20. Bu da edər nə? 40 Newton. Deməli, aşağı olan qüvvə neçə oldu? 40 Newton. İndi bizə reaksiya qüvvəsini soruşur. Reaksiya qüvvəni iki üsulla həll edəcəm. Tapdıq 40 Newton. İndi bunları təmizləyim. Tapdıq ki, bu qüvvə 40 Newtondur. Reaksiya qüvvəsi dayağın reaksiya qüvvəsidir. Bax bu qüvvə. Bu qüvvə, uşaqlar, aşağı olan qüvvələrin cəminə bərabərdir. Neçə eləyir? 60-70 bərabərdir. Reaksiya qüvvəsi 70 Newton. Bəs yaxşı, bunu biz bilmirik. Reaksiya qüvvəsini başqa necə tapa bilərik? Onu da bir dənə ikinci üsulla müraciət edək. Baxaq. Burada bir reaksiya qüvvəsini buradan reaksiya qüvvəsini istəyirik. Biz bu qüvvəni bilmədiyimizə görə, bax bu dayağı burada yox, gətirib burada qoyuruq. Onun momentini almayım deyə. Bu qüvvəni bilmirəm, bu qüvvənin momentini tapıram. Bu qüvvəni dayağı bura gətirirəm ki, bunun momentini tapmayım. Baxın, qüvvəni gətirdim, dayağı daha doğrusu gətirdim bura. Buna görə, bu dayağa görə indi qüvvə momentini yazıram. Baxın, bu saat əqrəbi istiqamətində, bu saat əqrəbi istiqamətində, amma bu reaksiya qüvvəsi saat əqrəbinin əksinə yönəlməlidir. Onu da yenə yazıram. Diqqətli olaq. Baxaq, saat əqrəbi istiqamətində bu 20 Newton vurulsun. Dayağa qədər uzaqlıq. İndi dayağımız buradadır. 0,5, 0,5, yəni 1 üzərinə gəlinsin. İkinci saat əqrəbi istiqamətində olan qüvvə 10 vurulsun. Dayağa qədər olan məsafə. Baxın, bu 0,5, 0,5, 1, burada 1 eləyir 2 bərabərdir. Saat əqrəbin əksinə olan qüvvə hansı idi? Reaksiya qüvvəsi. Vurulsun. Dayağa qədər olan məsafə 0,5. Baxağın. 20, bu da 20. Edir 40 bərabərdir. 0,5 reaksiya qüvvəsi. Buradan da reaksiya qüvvəsi bərabərdir. 40 bölünsün 0,5. Bunu da böləndə edər. Neçə uşaqlar? 80. 80 Newton aldım. Mən bayaq nə almışdım? 70 Newton. Bir dəqiqə görək. Nerede səhvlik elədik? 20, 20, 20'ni 40. Bu düz. Onda burada səhvimiz var nəsə. Baxın bir dənə. Buna 40 almışdım bayaq. 40'ın üstə 20, 60. Bir də onda gəldim 70. Yenə yəqin hesablamada səhvimiz var. Bir dəqiqə baxın mən hesablamaya.
Uşaqlar, nə də səhv eləmişəm. Yenidən qayıtdım, birinci misala baxdım. Burada hər ikisində reaksiyanı eyni almalıyıq. Bax, burada aldım 80. Burada bir səhvim yoxdur. Amma bir dənə diqqət edin. Baxın, rəngini dəyişim. Mən bunu buna vurub yazmışam 10. Diqqətsizlik. Bu neçə olmalıdır? 15. Yəni 10-u 1/5-ə vuranda cavab eləyir 15. 15-in üstə də 10 gələndə edir 25. O da f bərabərdir. Bu edir 25. Vergüldən azad eləsəm neçə eləyər? 50. Düzmü dedim? Bəli, 50. İndi bu qüvvəmiz oldu mu 50? İndi toplayın bir dənə. 50, 20 və 10. Reaksiya qüvvəmiz necə olar? 80. Bu qədər. Bizə birbaşa reaksiya qüvvəsini, bax, yenə deyirəm, iki cür yolla dedik. Dayağın yerini, istənilən yerini, dayaq buradadır. Mən bu qüvvəni tapmadan da reaksiya qüvvəsini tapa bilərdim. Reaksiya qüvvəsini tapıb sonradan F qüvvəsini tapa bilərdim. Reaksiya qüvvəsini tapdım 80. 80-dən çıxaram 30, eləyir F qüvvəsi 50. Hər iki üsulla etmək olar. Sadəcə bir dənə diqqətsizlik eləmişik orada. Baxaq 18-ci suala. Nə deyir? Hansı fərqsiz, dayanıqlı və dayanıqsızdır? İndi baxaq. Yəni bu cismi bura gətirsək, əlimizi buraxsaq, əlbəttə ki, bu əvvəlki vəziyyətinə qayıdar. Buna deyirik dayanıqlı. İkinciyə deyirik ki, bura topu gətsək, əlbəttə bu meyl edib gedər, əvvəlki vəziyyətinə qayıtmaz. Bu dayanıqsız. Dayanıqsız. Digəri isə uşaqlar fərqsizdir, fərqsiz. Digər tərəfdən necə deyə bilərik? Əgər potensial enerji nə qədər az olarsa, ağırlıq mərkəzi, yəni yerə nə qədər yaxın olarsa, o qədər dayanıqlı olar. Bax, bunun potensial enerjini sonradan artırdıq. Potensial enerji artıq az olanda dayanıqlı olur. Amma buna baxın, potensial, yerdən potensial enerjisi, hündürlüyü bu, sonra da hündürlüyü bu. Əvvəlki potensialı daha böyükdür. Potensialı böyükdür, sonra potensialı kiçikdir. Yəni kiçik olsa daha dayanıqlı olar. Böyükdən kiçiyə gəlib. Yəni nə qədər kiçik olsa dayanıqlı o qədər yaxşı olar. Dayanıqlı olar daha doğrusu. Amma C variantına baxın, hər üç halda potensial enerji, yerdən hündürlükləri eynidir. Ağırlıq mərkəzlərində heç bir dəyişiklik yoxdur. Ağırlıq mərkəzlərində. Yəni potensial enerjiləri bir-birinə bərabərdir. Bu zaman olur fərqsiz. Bitdi uşaqlar, bu qədər.